Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçəcəksiniz. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Şəxsi baxım istəsəniz Instagram üzərindən müraciət edə bilərsiniz. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Onda baxım yalnız sizin üçün olur. Burada ise ümumi baxımdır. Sizin seçiminiz çok vacibdir. Çalışın intuitiv seçin. Çünkü seçim vacibdir burada. 1, 2, 3. Deməli, seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən isə çox gözləmək istəmirəm. Başlamaq istəyirəm. Deməli, burada sizdə həftə boyu şəxsi həyatınızda gözəl hadisələr baş verə bilər. Yəni, burada öz tayınızı, öz yarınızı tapa bilərsiniz. Əgər ilişkidəsinizsə, burada gözəl duyğusallıq ala bilərsiniz. Həmçinin də burada həm belə gözəl, təmiz bir sevgi ala bilərsiniz. Həmçinin də burada gələcək perspektivə dair, yəni uşaqlarınız varsa ya da uşaq istəyi varsa, burada uşaq da ola bilər. Həmçinin də deməli qeyd etmək istəyirəm ki, ilişkidə deyilsinizsə, burada bəli gözəl duyğusallıq ala bilərsiniz, amma burada ciddiliklə problemlər ola bilər. Yəni əgər sizə ciddilik lazımdırsa, bu insan daha çox necə deyirlər, gənc olduğu üçün ya da ki mental olaraq gəncliyindən çıxa bilmədiyi üçün ciddiliklə bağlı burada problemlər ola bilər. Ona görə diqqətli olursunuz. Amma belə gözəl, təmiz duyğusallıq, təmiz sevgi ala bilərsiniz. Yalnızca ciddiliklə problemlər ola bilər. Həmçində qeyd etmək istəyirəm ki, bəzi insanlarda kimdə ki evlad var, burada şəxs həyatla bağlı narahatçılığınız vardısa, uşaqla bağlı, burada heç bir narahatçılığınız olmasın, çünki uşağınız qəbul olunacaq. Yəni ilişkidə, yəni bir qorxunuz vardısa ki, qəbul olunmaz və ya necə baxılar, burada heç bir problem yoxdur. Həmçinin də dediyim kimi uşaq gözləntiləriniz vardısa, burada yaxşı xəbərlərin alınması da mümkündür və bu ilişkiyə gözəl təsir göstərəcək. Deməli, işinizdə və ya təhsilinizdə burada başqa insanların təsiri çox ola bilər, aktual ola bilər. Həmçində öz hüdudlarınızı qorumaq, öz hansısa istəklərinizi qorumaq məcburiyyətində qala bilərsiniz. Həmçində qapanıqlıq müşahidə oluna bilər. Yəni bəzi insanlarda belə bir şey ola bilər ki, siz içinizə qapanırsınız. Yəni istədiyiniz şeyləri almaq üçün, gözlədiyiniz üçün, yəni istədiyiniz şeyi burada içinizə qapanırsınız. Həm deməli duyğusal olaraq qapanırsınız, həm də ki real deyək ki, maddiyyat baxımından belə sizdən nəsə istənilirsə qapanırsınız, eləmək istəmirsiniz ya da istəyirsinizsə hətta etmək, bunu yetərincə etmirsiniz. Yəni burada biraz emosional və maddi, həmçinin də hərəkət baxımından qıtlıq müşahidə oluna bilər. Həm bu sizin tərəfinizdən ola bilər, həm də ki kimdən ki siz bunu gözləyirsiniz və bu çox vaxtı işinizə və ya təhsilinizdən gələn bir şey ola bilər ya da buna təsir göstərə bilər. Deməli, maddiyyatınızda burada sevinç dolu gözəl hansısa perspektivlər əldə edə bilərsiniz. Yəni həm pul əldə olunması ya da ki hansısa xəbərin hansı ki sizin maddiyyatınıza gözəl yansıyacaq, bununla bağlı sevincləriniz baş verə bilər. Xüsusən burada deməli ev və ya ev məsələləri aktual ola bilər. Yəni sizin evinizlə, ailənizlə ya da ki hansısa evlə bağlı olan məsələ aktual ola bilər sizin üçün. Həmçinin də aktual bir şey sizin üçün ayrılıq olacaq. Yəni nəyisə geridə qoymaq, nəyisə keçmişdə qoymaq aktual olacaq və həmçinin də bu vacib bir deyək ki dönüm nöqtəsinə də çevrilə bilər sizin üçün.
Deməli, burada sizin şəxsi həyatınızda gözəl, yaxşı hansısa perspektivlər müşahidə oluna bilər. Yəni təksinizsə burada qarşınıza sizin xoşunuza gələn bir insan çıxa bilər. Əgər ilişkidəsinizsə, burada ilişkidən gözəl duyğusallıq və sevgi ala bilərsiniz. Yalnızca burada ego çəkişməsindən qaçınmalısınız. Yəni deyək ki, mən dediyim olsun ya da o qarşı tərəf tutturur ki, mən dediyim olsun. Yəni bundan qaçınmaq vacibdir. Həmçinin də burada bəzi insanlarda belə bir şey ola bilər ki, onlar ümumiyyətcə duyğusallıqdan biraz necə deyərlər, geri durmaq istəyəndə ola bilərlər. Yəni indi şəxsi həyat ya da duyğusallıq mənim üçün deyil, mənim başqa prioritetlərim var. Bəzi insanlarda bu aktual olacaq. Deməli, burada həmçinin sizin şəxsi həyatınızdan savayı baxsaq maddiyatınıza və iş və ya təhsilinizdə burada problemlər müşahidə oluna bilər. Problemlər sizin məyusluğunuzla və ya istədiyinizi yetərincə ala bilmədiyinizə görə baş verə bilər. Yəni burada yüksək bir ego mən görürəm. Yəni sizin istədiyiniz şey daha çox vacib olduğundan və siz buna çox əhəmiyyət verdiyinizdən və bunu almadığınıza görə problemlər ala bilərsiniz. Yəni həm iş və ya təhsilinizdə məyusluq yaşaya bilərsiniz, həmçinin də maddiyatınızda. Hər hansı bir söz verilmiş bir şey varsa bunlar tutulmayacaq, xüsusən də maddiyatda və pis xəbərlərin gəlinməsi ola bilər və hər hansı bir pul alınırsa belə bunlar xəstəliklə xərclənilir ya da xəstəliyə xərclənilir. Yəni deyək ki, misal üçün hər hansı bir xərcləmə olunur, amma bundan siz heç bir həzz almırsınız. Yəni bunu biraz istəmədən edirsiniz və negativ emosiyalar yaşayırsınız. Həmçinin də bu pis bir xərcləmə ola bilər, hansı ki sizə problemlər yaradır. Həmçinin də deyək ki, anidən kimsə xəstələnir, bunun xəstəliyinə xərclənən bir pul da ola bilər. Deməli, dediyim kimi burada itkilər ola bilər maddi, həmçinin də iş və ya təhsildə məyusluq ola bilər və həmçinin də həftə boyu burada qıcıqlanma hissi və başqa insanların təsirinə görə yaşanan qəlb qırıqlığı da aktual olacaq. Yəni burada kimsə sizin xətrinizə dəyməyə çalışacaq ya da güclü dəyəcək. Çünki burada qəlb qırıqlığı, qıcıqlanma, hirslənmə hissi aktual olacaq və bunlar sizin həm işinizə, həm də təhsiliniz olsun, maddiyatınız olsun, belə şeylərə çox ciddi yansıyacaq. Ona görə diqqətli olursunuz. Deməli, burada qərar vermə etapı aktual olacaq. Yəni, həm sizin tərəfinizdən, həm də ki, gözlədiyiniz insan tərəfdən seçim çox aktual və vacib olacaq. Həmçinin də sizin biraz nəyinsə, necə deyərlər, yuvatma kimi bir hissiyatınız yarana bilər ya da belə bir situasiya yaranılacaq ki, siz nəyisə yuvatmalı olacaqsınız. Həmçində bu istədiyiniz şəxs tərəfindən də baş verə bilər. Yəni, oynamalı olduğunuz ya da yetərincə bir işi tez görməməyiniz, yəni bunu oynayaraq yuvatmağınız aktual olacaq. Yəni yetərincə tez etməməyiniz və bunu bilinçli bir şəkildə etməməniz aktual olacaq. Ya da edirsiniz, amma bilinçli bir şəkildə uzadırsınız. Yəni burada uzatma prosesi ya nəyisə oynamaq və yetərincə açıq göstərməmək aktual olacaq. Həmçinin də yuvanan proseslər bol olacaq. Yəni sizin gözlədiyiniz nəyisə tez gözləyirsinizsə bunlar alınmayacaq. Yəni bunlar yuvanan bir şey olacaq. Yəni yuvanan bir proseslər olacaq. Həmçinin də hər başlanılan məsələ bu həftə sonradan yuvanılan məsələyə çevriləcək, yəni uzanacaq getdikcə. Həmçinin də deməli şəxsi həyatınızda burada gözəl hadisələr baş verə bilər. Yəni istədiyiniz kimi görüşləriniz gedə bilər. Amma burada belə bir şey ola bilər ki, deməli hər hansı bir görüş olursa şəxsi həyatda, bunlar biraz maddiyata dayanıqlı bir görüşlərdir. Yəni deyək ki, qarşı tərəf sizə necə uyğundur, qarşı tərəf sizin həyat tərzinizə, həyat baxışınıza uyğundurmu? Yəni siz daha praktik yönündən baxacaqsınız. Hər hansı bir ilişkidə baş verən hadisələrə, görüşlərə və ya çıxan qabağınıza insanlara. Yəni burada maddi yönümlülük çox vacib və aktualdır sizin üçün. Və ya qarşı tərəf üçün də bu ola bilər ki, qarşı tərəf sizi belə görə bilər. Yəni mənə necə uyğundur bu insan, seçim edirəmsə bu insan mənə uyacaqmı, uymayacaqmı? Yəni bir var duyğusal bir
duygusal baxırıq insana, yəni bu insan uymasa da biz onu sevirik, istəyirik ki, yanımızda olsun. Bir də var ki, biz onun daha çox bizə necə töhfə verəcəyini ya da bizə necə uyğun olacağını qiymətləndiririk. Burada bu vacib olacaq. Deməli, həmçinin burada deməli distansiyada olan insanlarla görüş danışıla bilər ya da istək belə yarana bilər. Həmçinin təksinisi distansiyada olan insanlarla ilişki qurula bilər. Yəni sizə uyğun insan çıxa bilər distansiyadan, internet üzərindən. Həmçinin də deməli sizin öz şəhərinizdən deyil də başqa yerə köçməyiniz aktual ola bilər ki, başqa yerə köç get ki, sən özünə uyğun bir insan tapasan. Həmçinin də burada deməli bəzi insanlarda cüzi faizdə belə bir şey ola bilər ki, onların ümumiyyətcə şəxsi həyat aktual olmasın onlar üçün daha çox maddi yönümlülük, maddi hansısa qazanc vacib olsun, aktual olsun. Ümumiyyətcə həftə boyu sizin həyatınıza başqa insanların təsiri çox güclü olacaq və həmçinin də onlardan asıllığınız güclü olacaq. Yəni istədiniz, istəmədiniz başqa insanlar sizin həyatınıza çox ciddi təsir göstərəcək, həm də asıllığınız yaranacaq. Həmçinin də burada qıcıqlanma hissi ola bilər, yəni biraz toksik bir insana çevrilə bilərsiniz ya da qabağınıza çıxan insanlar belə toksik ola bilər. Yəni söz soxma, nəyisə deyərkən incitmək kimi bir xüsusiyyət yarana bilər insanların. Həmçində sizin özünüzün də belə bir hissiyatınız yarana bilər ki, nəsə sizi qıcıqlandırır. Yəni pasiv aqressiya dedikləri bir şey yaranır, hansı ki sizi qıcıqlandırır və siz bunu istəyirsiniz başqalarına da yansıdasınız. Yəni içinizdə o qədər sığınmır qalır ki, siz onu da yansıdırsınız ətrafınıza.